üstün tutursa, bu adam mənəviyyatı nə? Səfəvilər dövləti dövründə Azərbaycan ərazisi 210 min kvadrat metr təşkil edirdi. Azərbaycan Cəmhuriyyət Respublikası dövründə 114 min kvadrat metr. Sovetlər Birliyində isə 86,6 min kvadrat metr. Bugün isə Azərbaycan ərazisi 66,4 min kvadrat metr təşkil edir. Əgər belə getsə gələn 100 illikdə Azərbaycan adlı məmləkət olmayacaq. Bunu Laçın İşğal Günü Gənc İntellektlər Birliyinin Vətənpərvərlik və Gənclik adlı keçirilən tədbirdə Laçınlı gənclər səsləndirdilər. Tədbir iştirakçılarının fikrinə görə bu günlərdə vətənpərvərlik təbliğ olunmur. Belə getsə gənclər tamam ruhdan düşəcək. Gənc İntellektlər Birliyi xalqımızın vətənpərvərliyi indi hansı səviyyədədir sualı ilə sorğu keçirib və əhalinin fikrinə görə vətəndaşlarımızın vətənpərvərlik ruhu çox aşağı səviyyədədir. Vətən torpağından yağının izin tökülən qanunla yuya biləydim. Laçının işğalı ilə bağlı Azərbaycan Pedaqoji Universitetində Müstəqil Gənclər Mərkəzi tədbir keçirdi. Çıxış edən gənclər düşməndən intiqam almağa səsləyirdilər. Nizami rayon bələdiyyəsinin nümayəndəsi Arifə Əhmədova çıxış edərkən belə dedi. Bugün Ermənistanın bütün xristian dünyası dəstəkləyir. Mən Amerikada olanda bunun canlı şahidi oldum. Statın sonu. Qeyd edək ki, Laçının işğalı ilə 125 kənd, 64 min hektarlıq yaylıq sahəsi, 34 min kvadrat metrli zümrüd meşə zonası, zəngin civə yataqları itirmiş olduq. Bu rayona 5 milyarddan çox ABŞ dolları məbləğində ziyan vurulur. Onu da bildirək ki, bugün Ermənistanda Laçın alınması ilə bağlı bayram keçirilir. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.